Siz də pensiyaların artmasını istəyirsinizsə kanala abunə olub videonu bəyənməyi unutmayın. Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək. Son xəbər az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Belə ki, mart ayının 6-cı günündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə mart ayına aid pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu ödənişlər bayram ərəfəsinə təsadüf etdiyi üçün qrafikdən daha tez həyata keçiriləcək və pensiyaçılar öz ödənişlərini vaxtından əvvəl ala biləcəklər. Pensiya alan vətəndaşlar üçün bu, bayram dövründə maliyyə rahatlığının təmin olunmasına yönəlmiş bir addımdır. Naxçıvan Muxtar Respublikasında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən artıq bu ayın pensiya ödənişlərinə başlanılıb. Muxtar Respublika üzrə pensiyaçılar ödənişlərini mərhələli şəkildə alırlar və proses plan üzrə davam edir. Bu, pensiya təminatının fasiləsiz həyata keçirilməsi məqsədini daşıyır və vətəndaşların sosial təminatında heç bir gecikmənin olmamasını təmin edir. Bayram günləri yaxınlaşdıqca ölkənin digər bölgələrində də pensiyaların ödənişi planlaşdırılır. Xüsusilə Novruz bayramı və Ramazan bayramı ərəfəsində pensiya alan vətəndaşların ödənişləri qrafikdən əvvəl həyata keçiriləcək. Bu addım sosial dəstəyin gücləndirilməsi və bayram dövründə vətəndaşların maliyyə ehtiyaclarının qarşılanması məqsədini daşıyır. Dövlət orqanları bu prosesi diqqətlə izləyir və pensiya ödənişlərinin vaxtında həyata keçirilməsi üçün bütün zəruri tədbirləri görür. Eyni zamanda mart ayına aid müavinət və təqaüdlərin də qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub. Bu ödənişlər Novruz bayramı və Ramazan bayramına qədər həyata keçiriləcək ki, sosial müavinət alan şəxslər bayram günlərində əlavə maliyyə çətinliyi yaşamadan ehtiyaclarını qarşılaya bilsinlər. Müavinət və təqaüd alan vətəndaşlar üçün bu qərar sosial dəstəyin davamlılığını təmin edən mühüm bir addımdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, bütün ödənişlər plan üzrə həyata keçiriləcək və vətəndaşlar öz pensiya, müavinət və təqaüdlərini vaxtında alacaqlar. Dövlətin sosial siyasəti çərçivəsində pensiya təminatı və sosial yardımların vaxtında ödənilməsi əsas prioritetlərdən biridir. Bu, vətəndaşların sosial rifahının yüksəldilməsi və maliyyə sabitliyinin təmin olunmasına xidmət edir. Beləliklə, bayram ərəfəsində pensiya, müavinət və təqaüd alan şəxslər üçün ödənişlər vaxtından əvvəl həyata keçiriləcək. Bu qərar vətəndaşların bayram dövründə maddi rahatlığını təmin etmək və sosial dəstəyi gücləndirmək məqsədini daşıyır. Dövlət orqanları bu prosesi diqqətlə izləyir və ödənişlərin vaxtında həyata keçirilməsi üçün bütün zəruri tədbirləri görür. Pensiyaçılar və sosial müavinət alan şəxslər ödənişlərini plan üzrə alacaq və bayram günlərində maliyyə baxımından daha rahat bir dövr keçirəcəklər.